Hə, təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Mən əgər sinifimdə səmərəli bir mühit, səmərəli bir öyrənmə mühiti, yəni şagirdlərə özlərini rahat hiss edə biləcəkləri, hər kəsin öyrənməsi üçün əlverişli bir mühit yaratmaq istəyirəm deyəndə nələrə də diqqət etməliyəm, nələri nəzərə almalıyam? Bunu müzakirə edəcəyik. Dediyim kimi, çox kiçik, çox da önəmsəmədiyimiz bir dərs ola bilər. Amma içərisində testlər üçün, xüsusilə də situativ testlər üçün kifayət qədər önəmli məqamlar var. Danışdıqca da görəcəksiniz, yadınıza düşəcək. Hə, bax, filan yeri filan testdə görmüşdüm. Yəni, mövzuya diqqətlə dinləmənizi xahiş edirəm. Belə. Ümumiyyətlə, şagirdin nəyisə ona öyrətmək üçün birinci öyrənmə motivasiyası olmalıdır. Öyrənmə motivasiyasının olması üçün də müəllim ona müəyyən fürsət və imkanlar verməlidir. Yəni, uşağın müəyyən dərəcədə dəstəklənməyə, dəstəyə ehtiyacı vardır hər zaman. Başa düşməlidir ki, bu dərs prosesidir, rahat olmalıyam, məni burada heç kim mühakimə etməyəcək, sadəcə olaraq mənim təlim ehtiyaclarım qarşılıqlı şəkildə qarşılanacaq və salam. Və bu zamanda şagirdin o dərsə yaxşı şəkildə cəlb olunması deyirik. Bax, bu cəlb olunma prosesi bu zaman daha uğurlu alınır ki, şagird başa düşsün ki, orada onu heç kim mühakimə etməyəcək. Sadəcə olaraq mənim təlim ehtiyaclarımı qarşılayacaqlar. Və bunun üçün də müəyyən sinif fəaliyyətləri və s. etmək lazımdır. İndi diqqət edəcəyik nələrə. Ümumiyyətlə, bəzən elə bilirik ki, bəzi müəllimlər elə düşünürlər ki, bu uşağı qorxutsam, daha yaxşı lori dildə deyəcəm də, qorxutsam onu yaxşı əlimdə saxlaya bilərəm. Və yaxud da ciddi olsam, bu uşaq mənim dərsimdə daha disiplinli olar, daha, belə deyək də, daha yaxşı öyrənər və s. Amma qorxutmaq müvəqqəti bir çözüm yoludur. Məsələn, qorxaraq bugünkü dərsdən canımı qurtardım düşüncəsində olacaq. Amma bu daimi bir öyrənmə, daimi yaddaş, uzun müddətli yaddaşa ötürülən bir dərs olmayacaq. Ona görə də, məsələn, o qorxutmanın içərisində indi valideyninə zəng edəcəm, nə bilim, məsələn, son illərdə tez-tez rast gəlirəm, bəzi müəllimlər uşaqları qorxudurlar, direktorun səni yanına aparacam, nə bilim, atava zəng eləyəcəm və s. Çalışırlar ki, uşağın həm akademik, həm də nizam-intizam. Məsələn, dərsdə səs salsan, sən atana zəng eləyəcəm və s. tipli hədə-qorxu gələn müəllimlər olur. Amma yenə də deyirəm, bu sadəcə olaraq müəyyən bir müddətlik öz səmərə verəcək. Yəni, bir müddətdən sonra uşaq artıq o təhdidlərə, o qorxuya öyrəşəcək və burada heç bir səmərə görməyəcək. Ən əsas məsələ isə effektiv öyrənmə baş verməyəcək, ən əsası. Bunun üçün nələr etməliyik ki, uşaq qorxmadan, kimisə onu ələ salınmağından çəkinmədən, kimsə birdən məni mühakimə edər, cavab verməyim. Yəni, bunları düşünmədən necə etməliyik? Şagird arxayın olsun ki, bax, o burada səhv də eləyə bilər, risk də eləyə bilər, cavabından əmin olmadığı bir cavabı da verə bilər, istədiyi sual, dərsə aid istədiyi sualları da verə bilər, təcrübə də apara bilər, bir şeydə tədqiqatçı da ola bilər və s. Bu inamı uşağı ötürməliyik. Yəni, bu rahatçılığı, belə desək də, o mesajı uşağı ötürməliyik ki, mən deyim ki, mənim sinifimdə doğrudan da səmərəli öyrənmə mühiti var. İndi bunun üçün müəyyən strategiyalar var. Məsələn, İradə müəllimə, bayaq sizdən bu hissələri soruşurdum. Xahiş edirəm, bu hissələrdə diqqətli olun. Çünki birazdan ona aid suallar işləyəcəyik. Sizlə bir yerdə işləyəcəyik. Hansı strategiyalar var? Bir, davranış üçün hamıya aydın olan minimum standartlar. Ümumiyyətlə, bu təhsildə də belədir də, dövlət uşaq üçün minimum təhsil standartı müəyyən eləyirdi, düz deyilmi? Eləcə də sinifdə uşaq üçün kiçik standartlar qoymalısan ki, hədəfinə çatmaq yavaş-yavaş, pillə-pillə qalxmaq ona daha maraqlı və daha asan başa gəlsin. Yəni, hamı üçün aydın olan minimum standartlar. Çünki bilirik ki, sinifimizdə hamı akademik cəhətdən güclü deyil, bütün uşaqlar eyni deyirlər. Və mən minimum standartlar qoymalıyam ki, bütün uşaqların səviyyələrinə belə deyək də, əl çatan olsun. Bütün səviyyədə olan uşaqlar üçün o mühit əl çatan olsun. 2. Bütün şagirdlərin dinlənilməsi üçün imkanın yaradılması. Yəni, strategiyamdan biri odur ki, elə bir imkan yaradım ki, bütün uşaqların fikirlərini dinləyə bilim. 3. Sinif o deyirlər ki, 45 dəqiqə daxı necə edim, nə edim, axı çatdıra bilmirəm, hamının fikrini alım və s. Bunun üçün indi birazdan danışacağıq, nələr edə bilərik ki, o sinifimizdəki 30 uşağın 30'u da
özünü o sinfin bir parçası, önəmli bir belə deyək də şagirdi hiss etsin. Birazdan baxacağıq bunlara. Yəni, bütün şagirdlərin dinlənilməsi üçün necə imkanlar yarada bilərik? Mən birazdan danışacağım bu barədə. 3. Sinifdəki hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olmaq. Bilirik ki, yenə də deyirəm, hər bir şagird həm fiziki baxımdan, həm akademik cəhətdən, hər cəhətdən yəni. Üstəlik də nəzərə alsaq ki, inklüzivliyi, diferensiallığı hər zaman göz önündə saxlamalıyıq. Ona görə də bilməliyik ki, sinifdəki hər bir şagirdin xüsusi ehtiyacları var, hərəsinin öz öyrənmə tərzi var, hərəsinin bir təlim ehtiyacları var və mən uşaqlarımı xəbərdar olmaq deyəndə, lor dildə desəm, uşaqlarımı tanımalıyam. 30 uşağımın 30'unun da təlim ehtiyacı nədir, maraqları nədir, ehtiyacları nədir, bunu necə ələ ala bilərəm? Söhbət, yəni bildiniz, söhbət ələ almaq deyəndə nəyi nəzərdə tuturam? Bütün xüsusi ehtiyaclarından xəbərdar olmaq. 4. Sinifdəki bütün şagirdlərə fayda verəcək bir şəkildə dəstək verilməsi, yaxşı bir dəstək verilməsi. 5. Şagirdlərə öz öyrəndiklərini necə göstərəcəklərini seçmək üçün imkan yaradılması. Nə öyrəndikləri deyəndə, daha doğrusu öz öyrəndikləri deyəndə, bunu necə öyrənib tutalım ki, bunu mənə necə göstərə bilər? O şəraiti yaratmalıyam ki, öyrəndiyini mənə göstərmək üçün çəkinməsin, qorxmasın, səhv elə bir. İndi birazdan danışacağım düzdür o barədə. Yəni səhv etməkdir və s. Necə göstərəcəyini özü seçsin. Tutalım ki, bu günlərim uşaq, məsələn deyirəm, Azərbaycanın çaylarını öyrənib. Deyir ki, müəllimə, əzbər danışa bilmirəm, amma xəritədə adlarını göstərib sadalaya bilərəm. Yəni xəritə gözümün qabağında olsa, burada daha rahat, daha sərbəst danışa bilərəm. Bax, o seçim imkanını mən onun üçün yaratmalıyam. 6. Bir şagirdin inkişafının digəri ilə əsla və əsla müqayisə edilməsinə yol verilməməsi. Bilirsiniz, metodika, kurikulum metodikası bir şagirdin digəri ilə müqayisəsinin tam olaraq əleyhinədir, rəqabətin tam olaraq əleyhinədir. O deyir ki, müqayisə edəcəksənsə, şagirdin özü ilə, o deyir, hər özünün bir üst versiyası ilə müqayisə et onu. Məsələn, keçən həftə filan yerdə biraz boşluqların, biraz zəifliklərin var idisə, bax bu həftə bu hissələri düzəltmisən. Onu özü ilə müqayisə etdim. Yoxsa demədim ki, məsələn, Əliyə bax, gör nə yaxşı yazır. Sən də bax, belə yazsan düzgün edərdin. Yəni, özü ilə müqayisə etməyi bacarmalıyıq. İndi bir baxaq görək. O dediyim o strategiyaları bəs necə möhkəmləndirə bilərik, bəs necə tətbiq edə bilərik? 1. Davranış üçün hamıya aydın olan gözləntilər müəyyənləşdirin. Biz bu gözləntilər məsələsinə sinif idarə etməsində də toxunacağıq. Burada da bir dəfə də toxunaq. Bu gözləntilər əsasən şagirdin davranışı ilə bağlı gözləntilərdən nəzərdə tutulur. Yəni, bu arada gözləntilərimiz də minimumdan başlamalıdır. Hər bir şagirdə mütləq sən, belə deyək də, o maksimumu qoymalı deyilik. Və aydın şəkildə şagirdə izah etməliyik ki, mənim səndən gözləntilərim nədəndir? Bundan əlavə, bu gözləntiləri qoyan zaman həm mənim, həm də şagirdimin razılığı olmalıdır. Məsələn, mülayim olaq, əllərimizə və ayaqlarımıza sahib çıxaq. Görürsünüz, burada hər hansısa bir qadağa etmirəm. Ona demirəm ki, əlinə, ayağına sahib çıx. Çıxaq deyirəm, mülayim olaq. Hər zaman xoş sözlərdən istifadə edək. Bir növ şəxsi nümunə də olmalıyam. Özüm də bunları etməliyəm. Şagirdə şəxsi nümunə olmalıyam. Həmişə başqalarının şəxsi əşyalarına hörmət edək. Hər kəsin özünü təhlükəsiz və hörmətli hiss etmək hüququ var. Bunu onlara aşılayıram. Və hər kəsin özünü ifadə etmək və dinləmək hüququ var. Sinif idarə etməsində bura geniş şəkildə toxunacam deyə çox da vaxt ayırmıram. Amma gözlənti xüsusilə uşağın davranışı ilə bağlı bir sinif strategiyasıdır. Gördüyünüz kimi, bax, bu sadaladığım nümunələr ki var idi. Mülayim olaq, əllərimiz, ayağımıza sahib çıxaq, hər zaman xoş sözlərdən istifadə edək və s. Bunlar şagirdin daha çox davranışı ilə bağlı olan gözləntilərdir. İkinci məsələ,
Bütün şagirdlərin dinlənilməsi üçün imkanın yaradılması. Bayaq az çox toxundum bura. Yəni, tutalım ki, sinifimizdə bir münaqişə baş verib. Bütün şagirdləri dinləmək üçün o imkanı yaratmalıyam. Bu məsələdə, bu münaqişənin baş verməsi üçün səbəb nə oldu? Onu nə narahat edirdi? Niyə narahat edirdi? Ümumiyyətlə, bu bütün şagirdlərin dinlənilməsi üçün imkanın yaradılması məsələsi xüsusilə sinifdə bir münaqişəli məsələnin həlli zamanı lazım olur. Bu ikinci olan bu həmin o variant, həmin o strategiya xüsusilə sinif münaqişələri zamanı lazım olur. Yəni, hər bir şagirdin fikrinin dinlənilməsi önəmlidir. Başa düşməlidirlər ki, onların hər biri bu prosesin iştirakçısıdırlar. Belə, bundan əlavə, sinif qaydalarını, biraz yenə də deyirəm, sinif idarə etməsində bura toxunacağım. Bundan əlavə, həmçinin sinif qaydalarını tərtib edərkən də hər bir şagirdin dinlənilməsi, hər birinin fikirlərinin alınması, önəmsənilməsi üçün, belə deyək, diqqətli olmalıyım. Həm qaydaları tərtib edərkən, yenə də deyirəm, münaqişələrin həlli zamanıdır. Tutalım ki, sinifimizdə nə isə həll etməliyik, bir problem yaranıb. Hər bir şagirdin dinlənilməsi üçün imkan yaratmalıyım. 3. Sinifinizdəki hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olun. Bayaq yenə də deyirəm, əslində bura toxunduq. Söhbət xüsusi ehtiyac deyəndə, elə bilməyin ki, təkcə mütləq 50 olan bir şagird olmalıdır və inklüzivliyin olması üçün, inklüzivlik dərsində buna toxunmuşduq əslində. Orada da qeyd etmişdim ki, artıq biz inklüzivliyin mövcud olması deyəndə illaki orada bir fiziki qüsurlu, əl iliyi olan bir şagird axtarmalı deyilik. Söhbət həm də o şagirdin təhsil ehtiyaclarından gedir. Akademik olaraq hansı səviyyədə olmasından gedir. Yəni, sadəcə olaraq o kifayət deyil ki, fiziki cəhətdən müəyyən xüsusi ehtiyacı olsun ki, və mən bundan xəbərdar olum, bu ilə kifayətlənim, xeyir. Biz həm də o uşağın hansı ailədən gəldiyini, valideynlərdən hansının himayəsində olduğunu, bilirsiniz ki, son dönəmlərdə, məsələn, bir sinifdə ən azı 2-3 uşaq natamam ailələrdə böyüyür, valideynlərdən birinin himayəsində olur, digərinin himayəsindən kənarda qalır və s. Bu kimi məsələlər dövrümüzdə daha çox yayılıb deyə. Baxın, məsələn, mütləq şəkildə bunları bir sinif rəhbəri, bir sinifdə dərs keçən müəllim mütləq şəkildə bilməlidir. Bilməlidir ki, ona necə yanaşmalıdır, o şagirdin filan, belə deyək, problemi var və s. Bundan əlavə, təhlükəsiz, nələr etməliyəm ki, belə deyək də, onun üçün bu kimi hallar ona toxunmasın, bu kimi hallarda əziyyət çəkməsin, o onun dərs prosesinə mane olmasın və s. Yəni, sinifinizdəki hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olun dedikdə müəllimlər, bura həm şagirdin akademik fəaliyyəti barədə məlumat, həm tutalım, məsələn deyirəm, hər hansısa bir fiziki olaraq bir problemi varsa, yenə də deyirəm, ailəsində bir problem ola bilər, necə bir ailədən gəldiyi və s. Bu kimi məsələlər haqqında məlumatlı olmandan söhbət gedir. Xüsusi ehtiyaclarından xəbərdar olun dedikdə. 4. Sinifinizdəki bütün şagirdlərə fayda verəcək şəkildə onlara dəstək olun. Ümumiyyətlə, elə strategiyalar var ki, bu sinifdəki bütün uşaqlara faydalı ola bilir. Məsələn, yenə də bu disleksiyada son dövrlərdə çox artan bir xəstəlik deməyək də, artan bir psixoloji bir durumdurmu deyək, ümumiyyətlə, disleksiya, o bilirsiniz də, oxumada, yazmada, xüsusilə oxumada şagirdin yaranan problemidir. Müəyyən, burada məsələn, kitabımızda bizə bir dənə disleksik xüsusiyyətləri olan şagirdə nələr edə bilərik, necə bir nümunə edə bilərik verilib. Məsələn, mən kitabda olduğunu oxuyacağım. Məsələn, disleksik xüsusiyyətləri olan bir çox şagird ağ fonda qara mətni oxumaqda çətinlik çəkir. Məsələn, bizim görürsünüz, ağ bir fondur, qapqara bir mətn olanda orada çətinlik çəkir.
Sadəcə olaraq istifadə etdiyiniz rəngləri dəyişmək, ağ üzərində qara rəngdə istifadə etməkdən qaçmaq, təkcə disleksiya diaqnozu olan şagirdlərə deyil, bütün şagirdlərə də kömək edə bilər. Xüsusilə də aşağı sinif şagirdlərində bu disleksiya ilə tez-tez rastlaşırıq. Daha doğrusu aşağı sinif şagirdlərində üzr istəyirəm. Tez-tez rastlaşırıq. Məsələn, belə bir nümunəni, belə bir şagirdə o deyirik ki, ağ fonda qara mətni oxumaqda çətinlik çəkirsə, o hərfləri qara rəngdə yox, digər rəngli bir, başqa bir rənglərdə edə bilərik. Məsələn, bu kimi kiçik, xırda nüanslar, bu kimi strategiyalar bütün şagirdlərə faydalı ola bilər. Yəni sinifdə bir-iki şagirdin deyil də, daha çox şagirdin diqqətini çəkə bilər və daha çox şagirdə fayda verə bilər. 5. Şagirdlərə öz öyrəndiklərini, necə göstərəcəklərini seçmək imkanı verin. Bayaq da dediyim kimi, tutalım ki, bütün şagirdlər bilirik ki, sinifdə məsələn deyirəm də, 30 dənə uşağım varsa, biz bunu inklüzivlikdə də danışmışıq bu barədə, diferensiyallaşmada da danışmışıq bu barədə ki, hamısının öyrənmə prosesinə qoşulmaları üçün, uğurlu olmaları üçün bütün imkanları yaratmalıyıq. Bərabər imkanların yaradılması dediyimiz tam da olaraq budur. Bunun üçün nələr edə bilərik? Hamı üçün eyni tip tapşırığın verilməsi əvəzinə seçimlər təklif edə bilərik. Məsələn, burada da verib ki, sən məqalə yaz, məsələn, bu barədə məqalə yaza bilərsən. Məsələn, mən deyirəm ki, son dövrlərdə çirklənmənin, atmosferin çirklənməsinin qarşısının alınması üçün bir mövzu təqdim etməlisiniz, düşüncələrinizi, təkliflər irəli sürməlisiniz. Deyirəm, istəyən məqalə yaza bilər, istəyən poster və ya infografik hazırlaya bilər, istəyən slide show şəklində təqdimat edə bilər, istəyən bir ssenari hazırlasın və yaxud ümumiyyətlə istəyir bir dənə nə bilim tapşırıq formasında, yəni necə rahatdırsa ona. Sadəcə olaraq təbii ki, nə resurs lazımdırsa kömək üçün əlimdən gələn etməliyəm, ruhlandırmalıyam, belə. Yəni, bu bizim bildiyimiz, yenə də deyirəm, bərabər imkanların yaradılmasıdır. 5-ci məsələ, şagirdlərə öz öyrəndiklərini, necə göstərəcəklərini seçmə imkanı verin. Öyrəndiyini istədiyi şəkildə mənə təqdim etsin. Bir növ bizə diferensiyallaşmanı dediyim kimi inklüzivliyi xatırladır. 6. Bir şagirdin inkişafının digəri ilə müqayisə edilməsinə yol verilməməsi. Bayaq əslində bura toxundum. Müqayisə metodikanın ən sevmədiyi bir məsələdir. İlla ki, müqayisə edəcəksənsə, onun özü ilə müqayisə et. Yəni, fərdi inkişafına yönəl. Məsələn, bayaq da dediyim kimi, keçən dəfə etdiyindən bunu daha yaxşı etmisən və yaxud da edə bilərsən. Məsələn, son dəfə baxdığımızda nələrdə çətinlik çəkmişdin ki, bu dəfə artıq bunları düzəltmirsən bu hissələri. Özü ilə, özündəki dəyişikliklərlə, şagirdin özünün dəyişiklikləri ilə müqayisə edə bilərsən. Yəni, özünün ən bir üst versiyası ilə müqayisə edə bilərsən. Yoxsa ki, başqa bir şagirdlə və s. O, əksinə onun təlim nəticələrinə əksinə pis təsir edəcək, motivasiyasını aşağı salacaq və s. Belə, 7-ci məsələ, şagirdlərə gözləmə və düşünmə vaxtları verin. Bu da ayrı bir dərs idi, xatırlayırsınızsa əgər, şagirdlərə gözləmə və düşünmə vaxtının verilməsi başlığı adında bir dərs var idi ki, biz bilirik ki, sinifdə bütün şagirdlər, bayaq da qeyd etdim, qavramasına, akademik nailiyyətinə, öyrənməsinə və s. Yəni, müxtəlifdirlər, fərqlənirlər. Öyrənmə tipləri fərqlidir, öyrənmə tərzləri fərqlidir, maraqları fərqlidir və s. Bunun üçün nə etməliyəm? Düşünmə vaxtı verməliyəm. Yəni, düşünmə vaxtı vermək, yəni bir sualı verərkən, bəzən müəllimlər sualı verirlər, 1-2-3 dəqiqə keçir, maksimum deyirəm, hətta 2 dəqiqə keçir, başlayır cavabı özü deməyə, hər dəfə amma.
Və yaxud da ki, deyir, yaxşı oxuyan bir şagirdə deyir ki, dur filan kəs sən cavab ver. Və bu bir müddətdən sonra baxırsan ki, bir ay, 2 ay, 3 ay, bir müddətdən sonra baxırsan ki, o sinifdə o uşağı məcazi mənada deyəcəm, itirirsən. Artıq passivlik nümayiş etdirir, artıq əlini qaldırmır, artıq belə deyə həvəs göstərmir. Çünki özünə inamı azalır, fikirləşir ki, yenə onsuz da cavab verə bilməyəcəm, müəllimə yanımda digər şagirdin yenə adını çəkəcək, başqası cavab verəcək, utanacam və yaxud da ki, müəllim özü cavab verəcək mənim yerimə və s. Bir müddətdən sonra ümumiyyətlə fikri dərsdən yayınır, başlayır orada davranış pozuntuları, başlayır dərslərdə passivlik və s. Amma müəllim nə etməli idi? Müəllim hamıya bərabər imkanlar yaradıldığını göstərərək, ədalət prinsipinə inanaraq və şagirdləri inandıraraq, onların fikirlərinin də sinif üçün nə qədər əhəmiyyətli olduğunu onlara göstərərək, müəyyən qədər düşünmə vaxtını verməlidir. Təbii ki, bu tapşırıqdan tapşırığa fərqlənir. Bunu artıq müəllim özü nizamlayacaqdır ki, məsələn, tapşırığın çətinlik səviyyəsinə görə bir tapşırığı düşünmək üçün maksimum nə qədər vaxt qoya bilərəm. Belə. Bu xüsusilə lazım olur sual-cavab müzakirə prosesinin təşkili zamanı. Və 8. Sinifdə edilən səhvlərə düzgün münasibət göstərmək. Məncə bu ən önəmli hissəsidir bayaq danışdıqlarımdan. Belə deyim də, bir müəllim əgər bir təlim mühitində, səmərəli bir təlim mühitində səhvlərə öyrənmə imkanı kimi baxarsa, bu arada axır vaxtlar niyə deyirəm ki, imtahana az qalıb, bir ay qalanda bunu deyirəm ha, bu arada. Ona qədər məsləhət görmürəm ki, elə gözünüz kitabda ola yazasız testi. Amma artıq son vaxt qalıb. Deyirəm ki, yoxdur, səhv etmirsən, heç nə olmaz. O səhv səni imtahana az qalıb da. Get, bax, gör, hardadır səhv, o hissəni araşdır. Düzgünü nədirsə bir dəfə, 2 dəfə test elədikcə görəcəksən və onu düzəldəcəksən. Yəni sənin o səhvinə öyrənmə imkanı kimi bax. Eləcə də şagirdlər müasir təlim mühitində səhvlərə başqa bir aspektdən öyrənmə imkanı kimi baxmalıdırlar. Yəni səhv etmək ona öyrənməyinə mane olmalı deyil. Əksinə, öyrənmənin bir parçası olmalıdır, bir elementi olmalıdır. Səhvlərdən öyrənmə prosesi deyir ya. Mənə elə gəlir ki, şagirdin ən çox, əgər diqqətli bir şagird, məsuliyyətli bir şagirddirsə və həqiqətən də öyrənmək istəyən bir şagirddirsə, səhvlərdən öyrənilən bir məsələ heç vaxt yaddan çıxmır. Səhvdən öyrənibsə əgər onu və bir müəllim ona bu imkanı verməlidir. Yəni, tənqid etməməlidir o hissədə, həvəsdən salmamalıdır onu ki, bu nə səhv eləmirsən, bu nə kobud şəkildə cavab verim, hər dəfə tutalım ki, belə səhv edirsən və s. Danlayım onu kimi deyil də, səhvə bir təcrübə olaraq baxsın. Yenidən sınaqdan keçirsin, səhv etdikcə üzərində daha yaxşı işləsin, doğrunu tapana qədər səhv etdikcə, yəni bir müddətdən sonra görəcəksən ki, artıq səhv etmir. Səhvlərindən öyrənə-öyrənə. Bir sözlə şagirdə risksiz öyrənmə mühiti yaradılmalıdır. Səhv etmək hüququ verirəmsə ona, tanıyıramsa bu hüququ ona. Deməli, mən ona risksiz öyrənmə mühiti yarada bilirəm. Qorxmur, yəni səhv eləməkdən qorxmur və bir müddətdən sonra yadınızdadır Karl Dweck'in bu açıq düşüncə tərzi nəzəriyyəsi var idi. Deyir deyə səhvlərdən qorxma, yəni səhv etmək sənin üçün bir öyrənmə vasitəsi kimi düşün və beləliklə də səhv etdikdən sonra bir müddət səhv edəcək, sonra onun üzərində işləyib öyrənəcəkdir. Yəni, qınaq obyekti olmamalıdır nə müəllim tərəfindən, nə də sinif yoldaş, şagird yoldaşları tərəfindən qınaq obyekti olmamalıdır. Bütün sinif bilməlidir, söhbət tək bir şagirddən getmir. Bütün sinif bilməlidir ki, səhv eləmişik, səhvimizi öyrənəcəyik, səhv belə deyək də bizim üçün bir təcrübə olacaq. Ona görə də şagird risk etməkdən, səhv etməkdən, nə isə səhv deməkdən utanmayacaq, qorxmayacaq, birdən səhv eləyərəm deyə təlim prosesindən yayılmayacaq, əksinə daha da maraqlı olacaq dərs prosesinə. Belə, indi keçək bunun praktik hissəsinə, testlərinə baxaq. Tez bir şəkildə bir neçə dənə testə baxaq, sonra sınağı izah edək.
Məsələn, baxaq 5-ci suala. Deyir ki, müəllim dinlədikləri mətndə əsas məqamları aydınlaşdırmaları üçün şagirdlərə suallar verir. Əksər şagirdlər əsas məqamları müəyyənləşdirir. Ekran görünmür. Aha, üzrlüsən, bir dəqiqə, yenidən açın. Siz ekran göründüyü zaman mənə bildirin. İndi açıldı məmə. Tamam. 5-ci sualda deyir ki, müəllim dinlədikləri mətndə əsas məqamları aydınlaşdırmaları üçün şagirdlərə suallar verir. Əksər şagirdlər əsas məqamları müəyyənləşdirsələr də, cavablarının səhv olma ehtimalını düşünərək münasibət bildirməkdən çəkinirlər. Elə az öncə əslində buna toxunduq. Yəni, səhv etməkdən qorxurlar. Belə situasiyada müəllimin hansı addımı yanlış olar? A bəndində deyir ki, müəllimin mətndəki əsas məqamları aydınlaşdırmaq üçün suallar verməsi öyrənmək üçün əlverişlidir. Sizcə düzgündür bu? Götürə bilərik bunu? Bəli. Düzdür də mən suallar Bəli, verir də öyrənmək Bəli. üçün. B-də deyir ki, müəllim bu problemi mühakimədən uzaq, fikirlərin rahat ifadə edildiyi, dəstəkləyici mühit yaratmaqla həll edə bilər. Bəli, Düzdür. tamamilə doğrudur. C-də deyir ki, şagirdlərdə affektiv sahənin, emosional sahədən söhbət gedir, şagirdlərdə affektiv sahənin qəbul olunma mərhələsini inkişaf etdirməklə onlara özünü ifadə üçün şərait yaratmaq olar. Mənlər qəbul olunma mərhələsi hansı mərhələ idi? O cəmiyyət tərəfindən də hamı məni bəyənsin və s. Hə, üçüncü şəxsi. Ona görə bunu saxlayaq. D-də deyir ki, müəllim şagirdlərin suallara düzgün cavab verib verməməsindən asılı olmayaraq onları motive edici rəylə təmin edə bilər. Bəli, tamamilə doğrudur. Y-də deyir ki, müəllim şagirdlərin prosesə cəlb olunmaları üçün sosial-emosional öyrənməni tədrislə inteqrasiya edə bilər ki, biz bundan öncəki dərsdə də dedik ki, bəli, bu inteqrasiya olan zaman daha uğurlu olur. Mən yenidən qayıdıram C bəndinə. Şagirdlərdə affektiv sahənin qəbul olunma mərhələsini inkişaf etdirməklə deyir. Onlara özünü ifadə üçün şərait yaratmaq olar. Yenə də deyirəm, affektiv sahənin qəbul olunma mərhələsi hansı mərhələ idi? Yəni, Burada dinləmək deyildi, dinləyir. aha, bəli, Yəni tutaq ki, müəllimə izah eləyib, bu da qeydlərini götürür də, özü qəbul eləyir. aha, Amma bəli, mən müəllimə cavab verirəmsə, indi mən sizə cavab verirəmsə, burada cavab vermə mərhələsindəyəm. aha, bəli. Belə situasiyada müəllimin hansı addımı yanlış olar? İndi nəyi götürə bilərik? Sizcə situasiyaya uyğun olaraq?